Deməli, bugün biz artıq mətnlərin kodlaşmasına aid bütün testlərin izahına baxdınız. Mənə də baxdınız, Nursa mənə baxdınız. Elə birbaşa yeni dərsə başlayacağıq. Bugün biraz gec başladıq. Ev yox, canımız sağ olsun. Əsas odur, dərsimizin izahına baxa bilək. Deməli, mən slaydımızı açıram. Zaten bugün əsas dərs izahımız olacaq deyə problem deyil gec başlamağımız. Deməli, bugün biz keçəcəyik qrafik, audio, video informasiyaların kodlaşmasını. Bir də onu mən slaydını tapım. Yox, bu deyil. Gəlin onda kitabdan keçək. Kitabımız hanı bizim? Burada. Aha. Müəllimlər, bugünkü dərsimiz qrafik informasiyaların kodlaşdırılmasıdır. Qrafik informasiya nədir? Kodlaşdırma prosesi necə olur? Qrafik informasiyaların, bunların həcmləri necə tapılır? Bunlardan danışacağıq biz inşallah. İlk öncə gəlirəm. Qrafik informasiya nədir? Müəllimlər, qrafik informasiya sadəcə bir şəkil, bir təsvir qrafik informasiya adlanır. Yəni, istənilən bir şəkil. Və biz bunu kompüterdə yaradırıqsa, bu təsvirləri kompüterdə istifadə ediriksə, bunlar təbii ki, kompüterin yaddaşında yer tutur. Və kompüter qrafikası deyirlər bu sahəyə. Biz bunu modelləşdirmə dərsində biraz da keçəcəyik. Rekord olunur dərs, bəli. Amma o demək deyil, dərsdən çıxmaq lazımdır. Çıxaq sonra baxarıq. Dərsə baxın. Çünki testlər həll edəcək indi birazdan. Dərsin izahını qutarandan sonra. Aha. Qrafik təsvirlərin kodlaşmasında, kompüter qrafikasında növlər var. Bunlardan ən məşhur iki dənəsi raster təsvirlər və vektor təsvirlərdir. Raster təsvir və vektor təsvirlər. Raster təsvirlər kompüterdə və internetdə ən çox istifadə olunan təsvirlərdir. Bizim telefonlarımızla, fotoaparatlarla çəkdiyimiz şəkillərin hər biri raster təsvirlərdir. Vektor təsvirlər sənəmlər yalnızca bir çizgi romandır, yəni bir qrafikadır, yəni reallığı əks etdirmir. Gəlin sizə bunların fərqini göstərim. Baxın, yazıram raster vs vektor. Fərqlərini görəcəksiniz. Fikir verin, müəllimlər. Baxın, bu raster təsvirdir. Görürsünüzmü? Bu isə vektor təsvirdir. Raster təsvirdə real insandır. Amma vektor təsvir sadəcə xətlərdən ibarətdir. Çünki raster təsvirlərin əsas elementi pikseldir. Piksel. Vektorda nədir? Vektorda ancaq xətlərdir. Deməli, raster təsvirin əsas elementi nədir? Pikseldir. Vektor təsvirlər nədir? Xətlərdən ibarətdir. Vektor təsvirlər ancaq xətlərdən ibarətdir deyə burada biz reallığı əks etdirə bilmərik. Bax, fikir verirsiniz, bu raster təsvirdir. Adi telefonla çəkilmiş şəkildir. Bu isə vektor təsvirdir. Sadəcə xətlərdən ibarətdir. Aydındır? Deməli, sual verilsə ki, fərqləri nədir? Raster təsvirlər reallığı əks etdirir, vektor təsvirlər reallığı əks etdirmir. Raster təsvirin əsas elementi pikseldir. Vektor təsvirin əsas elementi xətlərdir. Bax, fikir verin. Raster təsvirdə bir xət çəkəndə, bax, belə görsənir. Balaca piksellər. Bax, görürsünüz bunları. Balaca piksellərdən ibarətdir. Vektor təsvirdə isə xət çəkəndə sadəcə xət çəkilir. Çünki elə vektor təsvir xətlərdən ibarətdir. Aydındır mı? Deməli, raster təsviri nə oldu? Əsas element piksel. Bax, buradan da görə bilərsiniz. Baxın. Bu raster təsvir kimi verilir. Fikir verirsiniz. Kvadratlar var burada. Bax, burada kvadratlar var. Və piksellər kvadrat formasında olur. Vektor təsvirdə isə fikir verirsiniz, düppələminiz xətlərdir. İndi, raster təsvirlərdə gəlin bunlar haqqında çox geniş formada danışaq. Raster qrafikasının əsas özəllikləri nədir? Raster qrafikası 1. Element piksellərdən ibarətdir. 2. Piksellərin sayı nə qədər çox olarsa, bir qrafik təsvirin yaddaşda tutduğu yer bir o qədər çox olar. Bax, bu cümləni yadda saxlamalıyıq.
bir təsvirdə piksel sayı nə qədər çoxdursa, həmin təsvirin yaddaşda tutduğu yer 1-ə qədər çox olur. 2. Raster təsvirdə piksel sayı nə qədər çox olarsa, görüntü keyfiyyəti bir o qədər yaxşı olur. Bax, bunu yadda saxlamalıyıq. Deməli, piksel çox olanda 1. Yaddaşda çox yer tutur. 2. Görüntü keyfiyyəti yaxşı olur. Fikir verin siz müəllimlər. Adətən telefon alanda, fotoaparat alanda həmişə gedirik megapiksel çox olan telefonu alırıq. Mənim telefonum 100 megapiksel çəkir. Heç bilirikmi o 100 megapiksel nə deməkdir? Bu slayd deyil Esmira müəllimə. Bu nəzəriyyədir. Bunu zaten mən çoxdan göndərmişəm sizin qrupa. Bu slayd deyil. Bu dərsin nəzəriyyəsidir. Qrupa atmışam. Aha. Həmişə telefon alına deyirik 100 megapiksellik telefonun kamerası var telefonumun. Heç bilirik o 100 megapiksel nə deməkdir? Piksel elə pikseldir. O kvadratlardır. O kvadratlar birləşir. Buradakı kvadratlar birləşir. Nə əmələ gətirir? Bir fotonu, raster təsvir əmələ gətirir. O piksellərin sayı nə qədər çox olursa, keyfiyyət bir o qədər yaxşı olur. Və o megapiksel nə deməkdir? Bu megafizikadan keçmişik də 10 üstü 6 deməkdir. Kilo 10 üstü 3, mega 10 üstü 6, giga 10 üstü 9. Megapiksel, yəni 10 üstü 6 piksel deməkdir. Yəni 1 milyon. Məsəl üçün, mənim telefonumun kamerası 30 megapiksel çəkirsə, bu nə deməkdir? 30 vur 10 üstü 6. Yəni, bu fotoaparatın çəkdiyi şəkildə maksimum 30 vur 10 üstü 6 qədər piksel ola bilər. Yəni, 30 milyon dənə piksel ola bilər. Aydındır mı? Yox, 12 megapiksellikdirsə, deməli 12 vur 10 üstü 6. 12 milyon dənə piksel ola bilər maksimum. Aydındır? Yenə deyirəm, piksel sayı nə qədər çoxdursa, görüntü keyfiyyəti bir o qədər yaxşı olur və fayl yaddaşda o qədər çox yer tutur. İndi üçüncüyə gəlirəm yenə də, piksel sayına aiddir bu da. Piksel sayı nə qədər çox olarsa müəllimlər, pikselin ölçüsü bir o qədər kiçik olur. İndi gəlin bunları mən yazım burada. Baxın, yazıram ki, piksel sayı çox olduqda nə baş verir? Piksel sayı çox olduqda 1. Yaddaşda çox yer tutur. 2. Keyfiyyət çox olur. 3. Piksel ölçüsü kiçik olur. Deməli, bir raster təsvirdə piksel sayı çox olduqda yaddaşda çox yer tutur. Həmin təsvir keyfiyyəti yaxşı olur. Piksel ölçüsü kiçik olur. Və bunları bilməlisiniz, nəzərə olaraq imtahanda qarşınıza çıxa bilər. Aydınmı? İndi, bir qrafik təsvirin yaddaşına ancaq piksel sayımı təsir edir? Xeyr. Bəs növbəti təsir edən nədir? Rəng çaları. Rəng çaları yaddaşa təsir edir. Rəng çaları bilirsiniz, müəllimlər, fikir verin, yaxınlaşdırıram. Fikir verirsiniz, burada kvadratlar var. Biraz uzaqlaşdırım. Burada çoxlu kvadratlar görürsünüz. Bax, kvadrat, kvadrat, kvadrat. Burada kvadratlar var. Bu kvadratların hər biri müxtəlif rənglərdədir. Fikir verin, çəhrayı, qırmızı, mavi, narıncı, yaşıl, yaşılla narıncın qarşılığı, açıq mavi və uzaqlaşdıranda nə baş verir? Bir dənə təsvir əmələ gəlir. Deməli, elə bir təsvir ola bilməz ki, onun pikselinin rəngi olmasın. Piksel varsa, mütləq rəngi də olacaq. Yəni, ağ rəngdə bir rəngdə əslində. Yəni, burada da bir, məsəl üçün, rəng var. Bu da bir ağ rəngdir. Yəni, bunun içindəki piksellər də ağ rəngdədir. Yəni, şəffafdırsa, zaten o piksel əslində ola bilər, transparent şəkillərdə olur. Amma adətən biz deyirik ki, yazıb. Tamam, yenidən mən atarım müsahilə mənim qrupa. Hə. Biz deyirik ki, pikselin rəngi olmalıdır. Deməli, bir qrafik təsvirin həcminə bir dənə təsir edir rəng çaları. İndi bir, rəng çaları çox olduqda həcm böyük olur. Əgər bir qrafik təsvirin rəng çaları çoxdursa, yəni içində rəng çoxdursa, həmin qrafik təsvirin yaddaşda tutduğu yer çox olur. Baxın müəllimlər, düşünün ki, bir dənə telefonumuz var və həmin telefonla biz bir ağ divarın şəklini çəkirik, bir də meşənin şəklini çəkirik. Sizcə hansı yaddaşda çox yer tutar? Yazın görüm rəy bölməsinə. Eyni telefonla ağ divarın şəklini çəksə yaddaşda çox yer tutar, yoxsa meşənin? Meşə.
Səbəbi nədir? Deyin görüm. Yazın görək səbəb nədir? Çünki Gülsam mənim yazıb rəngli olan. Ay sağ ol, çox rəng var. Biz ağ divarın şəklini çəkəndə, ağ divarda ancaq ağın rəng çaları olur, ağ tonları olur. Amma meşənin şəklini çəkəndə meşədə yaşıl da var, ağ da var, sarı da var, hər cür rəng var. Və bir təsvirdə nə qədər çox rəng varsa, demək ki, o təsviri yaddaşda bir o qədər çox yer tutur. Bir də buna rəng palitrası deyirlər. Bir də rəng sayı. Rəng çaları, rəng palitrası, rəng sayı. Bunların üçü də eyni anlayışdır. Dəftərinizə bunları yazın. Ya da axırda skrin edərsiniz, telefonunuzdan dəftərinizə köçürərsiniz dərsdən sonra. Aydınmı? Hə, rəng çaları nə qədər çox olursa, deməli, yaddaşda tutulan yer bir o qədər çox olur. 2. Rəng çaları hansı düsturla təyin olunur? 2+n düsturu ilə. 2+n. İndi mən belə yazdım, bu qüvvət işarəsidir. Yəni 2+n 2+n rəng çalarıdır. Sanki əlifbalarda 2+i var idi. Bax, burada da 2+n-dir. Yaxşı, indi açın dəftəri yazın, heç şey eləmirəm. Açın dəftəri yazın bunu. Yazın ki, 2+n rəng çalarının sayını təyin edir. 2+n rəng çalarının sayını təyin edir. n rəng çalarının sayını təyin edir. Yazın n burada, n burada. Bir pikselin yaddaşda tutduğu yeri təyin edir. N burada bir pikselin yaddaşda tutduğu yeri təyin edir. N burada bir pikselin yaddaşda tutduğu yer təyin edir. Bu n'in digər adları var. Nədir bunun adları? Burada yazıram, rahat olsun deyə bir dəqiqə. N'in adları rəng tərtibi, rəng dərinliyi. Bunu mütləq əzbərləyin. Rəng tərtibi, rəng dərinliyi. Hər ikisi n'ə aiddir. Məsəl üçün sizə sual düşsə ki, qrafik təsvirin rəng tərtibini tapın, deməli n'ı tapmalıyıq. Bunu da yazın. Və ölçü vahidi bitdi, bit 1-ə. Ölçü vahidi bitdi. Rəng tərtibi, rəng dərinliyi. İndi bunu öyrəndik. İndi gəlir müəllimlər nəyə? Yazın. Qrafik təsvirin yaddaş həcmi düsturu. Qrafik təsvirin yaddaş həcmi, yaddaşda tutduğu yer düsturu, belə deyim. Şaquli vur üfüqi vur n bərabər həcm, həcmdə bitmə tapırıq. İndi birazdan deyəcəm, şaquli nədir, üfüqi nədir? Yazın dəftərə. Şaquli vur üfüqi deyə yoxsa üfüqi ha. Şaquli vur üfüqi vuraq. Müəllimlər, fikir vermişsinizsə yəqin ki, baxın, bir dənə istənilən bir şəkil açım mən burada, bir dəqiqə. Məsələn, bu şəkili. Fikir verin, bir qrafik təsvir nəydən ibarətdir? Uzunluqdan və hündürlükdən. Düzbucaqlıq kimi baxsaq, n'dən və uzunluqdan ibarətdir, düzdürmü? Və biz nə dedik? Dedik, bu qrafik təsviri
yaxınlaşdırdıqda nə baş verir? Piksellər görsənir. Bax görürsüz, piksellər görsənir. Keyfiyyətsiz formaya gəlir. Baxın. Bir qrafik təsviri yaxınlaşdırdıqda piksellərin görünməsi hadisəsinə pikselləşmə hadisəsi deyilir. Bu da raster təsvirlərin mənfi cəhətidir. Raster təsvirlərin mənfi cəhətləri 1. Yaddaşda çox yer tutmasıdır. 2 də pikselləşmə hadisəsidir. Yaxınlaşdıranda piksellər görsənir. Aha, baxın, bu piksellərdən ibarətdirsə, biz bu qrafik təsvirdəki ümumi piksel sayını qeyd edə bilirik. Necə qeyd edirik? Onun üfüqi nöqtələrin sayını şaqi nöqtələrin sayına vurmaqla. O da həmişə məsələnin həllinə verir. Bəs kompüterdə necə öyrənə bilərik ki, bunun ölçüsü nə qədərdir? Sağ düyməni vururuq, hətta mouse yaxınlaşdıranda göstərir. Sağ düyməni vursanız, property girsəniz, bax burada göstərəcək. Gəlsiz detailsə. Fikir verin, yazıb dimensions. Dimensions 4032-nin 3024-də. Yəni 4032 dənə üfüqi piksel var, 3024 dənə şaquli piksel var. Gəlin bunları bir-birinə vuraq görək bu qrafik təsvirdə neçə piksel var? 4032 vurulsun 3024. 12 milyon 192 min 768 dənə piksel var. Deməli bunun görüntü keyfiyyəti 4K. Hətta 4K-dan yuxarıdır. 12 milyon 192 min 768 dənə piksel var. Aydınmı? Bax yazılıb. Width, yəni hündürlük, üzr istəyirəm, n, height, yəni hündürlük. N 4032-dir. Hətta bununla belədir. Üzr istəyirəm. Bu tərsinədir. Hündürlüyü daha çoxdur şəklin. 4032 widthdir. Yəni şaqi nöqtələrin sayı 4032-dir. Üzr istəyirəm. Height hündürlük. Hündürlük düzdür. 3024-dür. N 4032-dir. Aydınmı? Deməli burada ümumi piksellərin sayını tapmaq üçün bir-birinə vururuq. Və gəlin bir dənə misala baxaq. Baxın. Yazıb ki 1920-nin 1080 piksel ölçüsünə bir şəkil 24 bit dərinliyi ilə kodlaşıb. Həcmini tapın. Bayaq biz nə dedik? Dərinlik, tərtib nə deməkdir? N. Düsturumuz nədir? Şaqili vur, üfüqi vur, n. Bərabərdir həcm. Piksel sayını bizə verib. 1920 vur 1080 vur 24. Qutardı getdi. 49 milyon 766 min 400 bit və ya kilobaytına istəsə 8192-yə bölərik 6075 kilobayt. Aydınmı? Çox sadə formada düsturumuzdan istifadə edirik. Gəlin bu sala baxaq. Yazıb, əgər ölçüləri 128-in 256 pikseldən ibarət qrafik təsvirin hər bir pikseli 64 sayda rəng çalarından birində olarsa, onunla bu qrafik təsviri yadda saxlamaq üçün ən az neçə kilobayt yaddaş lazımdır? Səbir olun, gələcək yavaş-yavaş. Hamısını gələcək. Mövzunu atacam yoldaşlar. Təbii ki, atacam. Sizcə dərsi keçib mövzunu atmaya bilərəmmi mən? Ya testləri göndərməyə bilərəmmi? Əlbəttə atacam. Yəni belə suallar hər dərs verməyin. Təbii ki, atacam. Bu həmişə birlikdə verilir şərtdir. O baxır məsələyə Fatimə müəllimə. Elə olur ki, yəni misaldan asıl da belə deyim. Elə misal var ki, rəngçalar verilir, elə misal var piksel verilir, elə misal var piksel verir, həcmi verir, rəngçalarını soruşur. Elə misal var ki, həcmi verir, rəngçalarını verir, piksel sayını soruşur, müxtəlifdir. Aha, 128 vur 256. 207 vur 208. İndi neçə dənə rəngçalarım var? 64 dənə. Düsturum nə idi rəngçalarımın? 200n. Deməli, nə edəcəm? 64-ü 200n-ə bərabər edəcəm. Və oradan 2 istifadəni tapacam. 64 bərabərdir 200n bərabərdir. 64 200 neçədir? 206. Deməli, n-imiz nəyə bərabərdir? N-imiz 6-ya bərabərdir. Düsturumuz nə idi bizim? Şaquli nöqtələrin sayı. Vur üfüqi nöqtələrin sayı vur n. Bərabərdir həcm. Bunu da deməli 6-ya vuracaq. Qutardı getdi. Kilobaytla deyirsə, 207-dən 208-ə vuran deyilir 215. Vur 6. İndi bunu biz bitlə tapırıq. Kilobaytı çevirmək üçün 213-ə böləcəm. 215-dən 213 gedir, qalır 202, yəni 4. 4-ü də 6-ya vuranda eləyəcək 24. Aydındır. Bura baxmarsınız mənimlər, burada səhv yazılıb. Burada başqa bir misalın həlli düşüb çapda. Daha sonra PDF-də bunu düzəlləcək. Buna baxmayın, həlli budur. Cavab olur 24 kilobayt. İndi mən sizə bir də misal verirəm. O misalı zəhmət olmasa siz həll edin. Gözləyin açım sualı.
Hardadır bizim kompüter klassı? Burada. Görüm indi eləyə biləcəksinizmi? %53 yazım görək. 53. Həll eləyin. %53 yazın. Üzr hesab edin, mikrofon bağlı qalmış. Mən də bayaqdan danışıram. Müəllimlər, deyirəm indi mən deyim. Deməli burada yazılıb 16 rəngli qrafik təsvir 256-ın 200 nöqtədən ibarət olarsa, o yaddaşda neçə kilobayt yer tutar? 16 rəngli deyirsə, gedirəm 1 piksel həcmini tapıram. 16 2 n düsturuna görə olur 2/4, 1 piksel olur 4 bit. Və nöqtələrdə bir-birinə vururam. 256-nı vururam 200-ə, ona vururam 4-ə. Mən bunu bitlə tapıram. Eləyir 204.800 bit. Bitdən kilobayta keçəndə 213-ə bölürəm, yəni 8192-yə. O da eləyir 25. 800 və 100 alanlar necə aldılar, mənə çox maraqlıdır. 100 də alıblar. Tamam. Gəlin 54-cü suala baxaq. Yazıb qrafik təsvirin hər bir rəngi 24 bitlə kodlaşdırılarsa, mümkün olan rənglərin maksimal sayı nə qədər olar? Müəllimlər, yadınıza gəlir əlifbalar mövzusu keçir deyə biz ASCII əlifbası, Unicode əlifbası keçən il keçmişik də. Simvol əlifbalar. Orada biz maksimal simvol sayını hansı düsturdan tapırdıq? 200-i. Yadınıza düşür, hardly. Burada da 200-dir. Heç bir fərqi yoxdur. Bizə n-i neçə bit verib? 24 bit. Deməli neçə olacaq? 224. Всё, qutardı, getdi. Cavab olur Y variantı. Aydındır. İndi birazdan qayıdacaq suallara. Dərsimizin izahına davam edək. Sonra bunları bildik. Bunlara eyvallah. İndi bir də müəllimlər, biz dedik ki, rəng çaları sayı olur da 200-n düsturuna təyin olur rəng çaları və rəng çaları nə qədər çoxdursa, həcm bir o qədər çox olur. 200-n düsturu ilə təyin olunur. Eyni də deyirik rəng tərtibi və rəng dərinliyi. Bir də müəllimlər, bunu belə düşünün da. Elə bilin ki, bizdə bir simvol əlifbalar var. Yəni orada özü yazır. 64 simvolu əlifba, 128 simvolu əlifba, minimal əlifba. Bir də var idi ASCII ilə Unicode. Yəni hazır standart.
Yəni ASCII-də 1 simvol 1 baytdır, Unicode-da da siz deyin 2 baytdır. Kompüter qrafikasında da hazır rəng çaları sistemi var. Bunlara biz rəng modelləri deyirik. Hansı rəng modellərimiz var bizim? Yazıram rəng modelləri. Rəng modellərimiz iki cürdür. RGB və CMYK. RGB rəng modeli hansıdır? Red, green, blue. Yəni qırmızı, yaşıl, mavi. CMYK-da nədir? Siyan, magenta, yellow, black. Aha. RGB-də 3 dənə rəng var. Red, green, blue. Qırmızı, yaşıl, mavi, Bakının işıqları. Belə bir şey var idi. Bax, redin R-sı buradadır. Greenin G-sı buradadır. Blue'nun B-sı buradadır. İndi müəllimlər, burada neçə dənə rəng var? 3 dənə. Burada 3 dənə rəng var. Düşünün ki, 1 piksel yaddaşda 3 bayt yer tutur. Daha gedib 2 istifadə ilə axtarmırıq. 2 üstə n-lə. Birbaşa yazırıq. Neçə bayt? 3 bayt. Yəni, məsələn şərtində piksel sayını versə, rəng modelini versə, orada n-in yerinə 3 bayt qoyacaqsınız. Bit yox, bayt. İndi burada neçə dənə rəng var? 4 dənə. Bu da olacaq 4 bayt. 1 piksel. Və burada hansı rənglərdir? Siyan, firuzəyi. Magenta, çəhrayı, yəni marqanəs rəng. Yellow, sarı, black, qaradır. Bənövşəyi, magentadır. Siyan, firuzəyi, sarı, yellow, qara, black. Aydındır. Məsələn, bizə desə ki, misal yazaq deyək ki, misal. Bir dəqiqə. Aha. 1024-ün 512 pikseldən ibarət qrafik təsvir yaddaşda, yox, üzr istəyirəm, təsvir RGB rəng modeli ilə kodlaşdırılmışdır. Təsvirin həcmini tapın. Vəsə, qutardı getdi. 1024 vur 512 vur, artıq 2 üstü n, men bununla oynamayacaq. Vur 3 bayt və həcmi nə ilə tapacaq? Baytla tapacaq. Bu da eləyir neçə? 1024 vur 512 vur 3. 1.572.864. Aydındır. Amma həcmi nə ilə tapırıq? Həcmi tapırıq baytla. Yəni bunu da buradan görək, kopyalamaq olurmu? Hə, olurmuş. Vəsə, bu qədər bayt. Kilobaytla istəsə 1024-ə bölərəm. Böl 1024. 1536 kilobayt. Aydındır mı? Bu sualı biz CMYK ilə yazsaq, burada elə ki, desək ki, CMYK rəng modelinə kodlaşdırılıb, o zaman burada 3-ə yox, 4-ə vuracaq. Yəni, elə bunu 2 istifadədən yaza bilirik də. 2 üstü 10, 2 üstü 9. Eləyir 2 üstü 19. 2 üstü 2 də burada, 2 üstü 21. 2 üstü 21 bayt. Bunu megabayta çevirmək daha rahat olar. 2 üstü 21-i 2 üstü 20-yə böləndə 2 megabayt. Vəsə, aydındır. RGB deyəndə 3-ə vururuq, CMYK deyəndə 4-ə vururuq. Müəllimlər, bura qədər izah etdiyim hər şey aydınlımı? Xahiş edirəm, aydın olmayan şeylər sual verin, aydınlıqsa davam edin. Gözləyirəm sizi. Aha, aydındır. Sual olsa zaten bilirsiniz. Əl qaldırıb cavab verə bilərsiniz. Bir də müəllimlər, burada rənglərin kodları var. Bu kodları bilsəniz yaxşıdır. Yəni, bir informatika müəllimi bilməlidir ki, Vüsali müəllim yazım internetimiz getdi, narahat olun Vüsali müəllimə. Dərsin videosunu çəkirəm. Rahat formada baxa biləcəksiniz. Aha. İnansız, toyda dünən o qədər oynamışıq ki, yorğunluq adamın bütün yuxusunu gətirir toyda oynayandan sonra. Mən də biraz tərifləmək kimi olmasın, uşaq vaxtı rəqqası olmuşam. Elə toya gedəndə, amma yaxın adamların toyunda dəhşət çox oynayıram deyə, ona görə yoruluram. Aha, müəllimlər, rənglərin kodları var. Biz bu kodları bilməliyik. Yəni, bir informatika müəllimi bilməlidir ki,
Sağ olun, çox sağ olun. Bir informatika müəllimi bilməlidir ki, rəngin kodu nədir? Bunun üçün mən sizə bir dənə Word proqramı açıram. Word proqramını açıram. Məsəl üçün, buraya yazıram. Gözüm böyüdüm. Kimsə nəsə yazdı? Sağ olun, çox sağ olun. Aha, buraya yazıram informatika. Deyək ki, mən bunun simvollarının rəngini dəyişmək istəyirəm. Simvol rəngi dəyişmək hardandır? Buradan. İstədiyim rəngi qoya bilərəm. Yadda saxlayın. Simvolların hər birinin kodu var. Hər birinin. Necə ki, ASCII əlifbasında hər bir hərfin kodu var idi, A-nın, B-nin. Burada da hər bir rəngin kodu var. Bu kodları hardan yazırıq? Bax, buradan more colors edirik. Və bu deyim ki, isə kompüterdə rənglə işləyən istənilən proqramda var. Photoshopda var, Illustratorda var, Paintdə var, Worddə var, hər yerdə. Rənglə işləyən bütün proqramlarda kodlar eyni olur. Ya 10-luq say sistemində olur, ya 16-lıq say sistemində olur bu kodlar. Say sistemi keçməmişik deyə mən hələ çox dərinliyə girmirəm. Baxın, burada rəngin kodunu yaza bilirik. Hex yazılıb, hexadesimal. Məsəl üçün, mən əzbər bilirəm ki, qırmızı rəngin kodu nədir? 255.00. Bu 10-luq say sistemindədir. 16-lıq say sistemini ifadə etsək, 255 16-lıq say sistemində FF deməkdir. Say sistemlərini bilənlər bildi mən nə deyirəm. Bilməyənlər də canınız sağ olsun. Sadəcə yadda saxlayın. Qırmızı rəngin kodu FF 0000. Deyə burada yazdım. Bax burada. İndi okey basana fikir verin, qırmızı rəngi olacaq. Gördünüz? Qırmızı rəngi oldu. Və ya yaşılın kodu nədir? 00 FF 00. 00 FF 00. Gördünüz? Yaşıl rəngi oldu. RGB blue. Göyün kodu nədir? 0000 FF. Gördünüz? Göy rəngi oldu. Siyan, magenta, yellow, black. Məsələn, ağın kodu nədir? Ağın kodu hamısı 255, 255, 255, 255 və ya FF. Hamısı F olanda ağ rəng olur. Gördünüz? Görünmədi, ağ rəng oldu. Qara rəng hamısı 0 olanda başdan ayağa 0'dır. Baxın belə. DS 000000. Oy, bir dəqiqə. Sorry. DS 0000. Gördünüz, qara rəng oldu. Aydın mı? Bu kodlar da burada yazılıb. Yadda saxlaya bilərsiniz. Aha, burada CMYK haqqında danışır. Bir də müəllimlər, başqa rəng modelləri də var, RGB və CMYK-dan başqa. Birinci monoxrom rəng modelidir. Monoxrom nə deməkdir? Ancaq ağ və qara təsvirlərə aiddir. Betsvet şəkillər olur onlara. Orada bir piksel, yəni bit dərinliyi 1 bitdir. Necə ki, biz RGB-də 3 bayta, CMYK-da 4 bayta vururuq. Normalda 3 bayt 24 bit, 4 bayt 32 bitdir. Monoxromda ağ-qara təsvirdə bir dənə bit olur cəmi, 1 piksel. O da bilirsiniz niyədir? Çünki monoxromda 2 dənə rəng var. Biz nə demişdik? 2 müxtəlif vəziyyətə kodlaşdırmaq üçün bizə 1 bit lazımdır. Burada da 2 dənə rəng var deyə, bu da elə edir 1 dənə bit. Sonra təhlükəsiz paletra deyə bir şey var. Buna deyirik 8 bit, 1 piksel. True color var, doğru rəng adlanır, 24 bitdir. Bir də high color var, yüksək səviyyəli rəng, bu da 16 bitdir. Bunları da yadda saxlamalısınız. Aydın mı? Aha. İndi gəlirəm video tipli informasiyaların kodlaşdırılmasına. Audio ilə video arasında bir dənə fərq var cəmi. Ona görə üzr istəyirəm. Qrafik təsvirlərlə video arasında cəmi bir dənə fərq var. Ona görə elə ardıca bunu izah edirəm. Video təsvirlərdə fərq nədir? Sürət və zaman. Kadr böl saniyə belə adlanır. Sürət zaman yox əslində, belə deyim də. Sürət, yəni kadr sayı, zaman belə gedir adı. Müəllimlər, yadda saxlayın. Bir video əslində şəkillərdən ibarətdir. Yəni siz video çəkirsiniz telefonla. Əslində siz çoxlu şəkil çəkirsiniz telefonla. Və telefon o şəkilləri birləşdirir, əmələ gətirir bir videonu. Yəni bir videoda ən önəmli şey nədir? Kadr sayı. Yəni bir videonun neçə kadrdan ibarət olmalı. Yəqin görmüsünüz. Bəzən rəssamlar olur, kağıza üst-üstə yapışdırmış kağıza hər səhifədə bir dənə şəkil çəkir. Sonra kağızı tutur belə buraxır, bir animasiya əmələ gəlir. Mən uşaq vaxtı sinif yoldaşım vardı, Səttar adında. Həqiqətən çox qəşəng əl qabiliyyəti var. Onun bütün kitablarının səhifələri elə animasiya ilə doluydu. Yəni adam ancaq onu sevirdi, rəsm çəkməyi. Götürürdü məsələn ədəbiyyat kitabının
vərəqlərinlə 200 səhifə düşünün şəkil çəkirdi. Elə ki, bir dənə adamdır, deyək ki, belə bir adam. Məsəl üçün, adamdır. Burada əlləri yuxarıdır. Bu birisində birini aşağı eləyirdi, birini yuxarı eləyirdi. Və səhifələr çevirəndə əməl başı ssenari idi, bir film gedirdi sanki. Və biz də hər gün oturub ona baxırdıq. Beynində müxtəlif ssenarilər qururdu və onu kitabda altına çəkirdi. Vərəqi buraxanda animasiya əmələ gətirir. Bax, o hər vərəqə çəkilmiş şəkillər əslində kadrlardır. Və onları bir sürüşdürüb buraxanda olur nə? Kadr sayı ilə əmələ gəlmiş video. Deməli, bir video təsvirin həcmini tapmaq üçün video təsvir həcmi nə edirik? Yenə də eynidir. Şaquli vur üfüqi vur n. Bir dənə fərqli olan nədir? Kadr sayı, kadr, elə belə yazıram. Kadr vur zaman bərabərdir. Həcm, həcmdə bitin tapırıq. RGB semika versə byte tapacaq. Şaqili vur üfüqi vur n. Bura qədər eynidir, çünki hamısı bir dənə kadrdır, hamısı bir dənə şəkildir o videodakıların. Bir dənə kadr sayına zamanı vur. Kadr sayı bilirsiniz nədir? Yəni o videoda neçə dənə şəkil var? Zaman da neçə saniyə gedir video? Məsəl üçün video 10 saniyəlikdirmi, 5 saniyəlikdirmi? Baxın, yazıb ekranın 1024-256 rejimində 8 kadr saniyə sürətinə malik, 16 saniyəlik, 64 rəng çaları malik video faylın həcmi neçə megabayt olar? Piksel ölçüsü nə qədərdir? 1024-ün 256-ya, görürsünüz? Neçə kadr var bir saniyədə? 8 kadr. 8 vurulsun. Neçə saniyəlikdir? 16 saniyə. Yəni, kadrla zamanı bir-birinə vururuq həmişə. 8 vur 16. 8 vur 16. İndi 64 rəng çaları deyirsə, 64 200 neçədir? 206. Deməli, elimiz neçə olacaq? 6 bit. Vur 6 bit. Bununla vururuq, axırda edir 24 megabayt. Aydındır? Yəni, qrafik təsvirdən cəmi 2 dənə fərqi var. Zaman və kadr sayımız. Bu da oldu video təsvirlərin kodlaşması. Sualınız varsa mənimlər verin. Yoxsa davam edirəm. Gözləyirəm. Hamıya aydındır. Əla. İndi gəlirəm müəllimlər, audio faylların kodlaşmasına, yəni musiqi faylların kodlaşmasına. Gəlin musiqi fayllarına baxaq. Musiqi faylının bunlardan fərqi odur ki, musiqi faylında görüntü yoxdur, ancaq səsdən ibarət. Əntiqə müəllimə deyir, bu biraz çətin gəldi mənə. Müəllimə, eyni şeydir. Qrafik təsvirdən eynirdik. Əntiqə müəllimə mikrofon açsın bir dənə. Müəllimə, bir dənə mikrofon açsın, mən sizdən danışmaq istəyirəm. Eşidirsiniz məni? Axşamınız xeyir. Necəsiz, yaxşısınız? Sizə eşitdim, yaxşı oldum. Müəllimə, qrafik təsvir aydın oldu sizə? Bəli, aydındır. Bu biraz mənə biraz Tamam, bir dəqiqə. Baxın, qrafik təsvirdə düsturumuz nə idi? Şaqili, vuraq üfüqi, vur n. Всё. Aha, indi biz dedik videolar nədən ibarətdir? Kadrlardan, yəni nə qədər... Okey, deməli videonun qrafik təsvirdən bir dənə fərqi oldu ki, kadr sayı var. Yəni bu video təsvirdə neçə dənə şəkil var? Aydındır bura qədər. İkinci, videoya baxanda videonun nəyi önəmlidir bizim üçün? Zamanı. Video neçə dəqiqəlikdir, neçə saniyəlikdir? Aydındır? Şu. Yəni nə fərqi var ki? Şaqili vur, üfüqi vur, n. Bura qədər hər şey eynidir. Bir dənə kadr sayı önəmlidir. Neçə dənə şəkil var, bir də müddət. O da saniyə ilə veririk düsturda. Neçə saniyədir? Dəqiqə ilə versə saniyyə çevirəcəyiz. Aydındır? Hamısını bir-birinə vurursunuz, gedir. Zaten çox qeyri-adi bir şey yoxdur. Kadr sayı vur saniyə. Cəmi 2 dənə şey var da, əlavə başqa üçün yox. Onu da məsələn şərtində verir. Bəzən də ola bilər ki, məsəl üçün sizə şaqili üfüqdən verər. Rəng çalarını verər. Zamanı verər. Həcmi verər. Kadr sayını soruşar. Yəni bir dənə buna elə bir ki, x qoyacaqsınız. Qutardı, getdi. Bunu verəcək, bunu verəcək, bunu verəcək, bunu verəcək, bunu tapmalısınız. Bu adi təlinlikdir. Və ya nə edə bilər? Sizə bunu da verər. Bunu da verər, bunu da verər. Bunu verib zamanı soruşar. Və ya dərinliyi verər, sürəti verər, zamanı verər, həcmi verər, piksellərin ölçüsünü soruşar, sayını daha doğrusu. Nə bilim, piksellərin sayını verər, kadr, zaman, həcm
dərinliyi soruşar, rəng çalarını soruşar. Hansını siz soruşacaqsa X qoyub tapacaqsınız. Aydındır? Aydındır, sağ olun. Xoşdur, buyurun. Aha, indi gəlirəm müəllimlər. Audio faylların kodlaşmasına. Audio fayllar musiqilərdir. Burada görüntü yoxdur. Yazıb səs siqnalları analog siqnaldır. Yəni kəsilmə siqnaldır. Kodlaşdırma zamanı bu siqnallar rəqəmsal siqnallara çevrilir. Yəni müəllimlər, mən danışıram bu dəqiqə. Mənim danışdığım səs siqnalları analogdur, kəsilməz. Çünki insandan çıxır. Amma bu mikrofon vasitəsilə kompüterə daxil olursa, nəyə çevrilir? Rəqəmsal informasiya çevrilir. Yəni artıq olur nə? Diskret siqnallar, yəni kəsilən siqnallar olur. Və kompüterdə bu çevirməni səs kartının tərkibində olan xüsusi mikrosxemlər həyata keçirir. Yəni bizim analog səsimiz rəqəmsala səs kartının içindəki qurğularla çevrilir. İnşallah qurğular dərsini keçəcəyik. Yazıb müasir kompüterlərdə əsasən iki cür səs kartları olur. 8 bitlik və 16 bitlik səs kartlarından istifadə olunur. Diskret şəkildə səs əsasən iki cür yazılır, iki keyfiyyətdə. Aşağı keyfiyyət, yüksək keyfiyyət. Yəni siz kompüterə səsi iki keyfiyyətdə yaza bilərsiniz. Ya aşağı keyfiyyətdə, ya yuxarı keyfiyyətdə. Əgər siz aşağı keyfiyyətdə yazarsınızsa, burada bir analog siqnaldakı informasiya 8 bit olacaq. Tezlik isə 5.5 kHz olacaq. Yox, yüksək keyfiyyətli səs yazacaqsınızsa kompüterə və ya telefona. Bir analog siqnaldakı bit 16 bit olacaq. Tezlik 44 kHz olacaq. Və bunlar müəllimlər şablondur və qəbula da düşür. Sizə desə ki, aşağı keyfiyyət, onda deyəsiniz 8 bit 5.5 kHz. Desə yüksək keyfiyyət, deyəsiniz 16 bit 44 kHz. İndi bura yazıram. Bunları dəftərinizə köçürün. Yenə deyirəm. Bunlar hamısı qızıl qaydalardır. Ya da uzaqlaşdıram, screen edin. Aha, screen edin bunu telefonunuza. Deyəcəm, bəli, Ayşə müəllimə deyəcəm. Strövam onu. Aha. Bunu WhatsApp qrupunuza da ata bilərəm axırda. Yazı kimi. Oradan baxa bilərsiniz. Aha. Müəllimlər, audio faylların kodlaşması Gözüm bunları da belə çıx qoyum ki, bunlar mövzu başlıqlardır. Aha. Düstur nədir? Tərtib, vur, tezlik, vur, saniyə, vur, kanal, bərabərdir, həcm, həcmdə bitlə tapırıq. Əgər kilohertzdirsə, kilohertzdirsə, vur 1000. Əgər kilohertzdirsə, siz bunun yanında belə yazın. 2 hızı vur 1000. Əgər kilohertzdən vursa, yazsa, 1000-ə vuracaqıq. Yazın dəftərinizə tez. Tərtib, indi yazın dəftərinizə. Tərtib, vur tezlik, əgər kilohertzdirsə, vur 1000, vur saniyə, vur kanal, vur həcm. Gəlin bir dənə sual işlədim, görüm, dəqiqə. Burada varmı? Burada yoxdur, audio. Audio desən, ilk anlayışlarda var idi. Görün, burada var. Yox, burada da yoxdur. Koderada olacaq, indi onu tapa bilməyəcəm. Gəlin, mən sizə bir də misal yazım. Buna aid bir misal. 16 bit tərtibli audio fayl 128 kHz tezliklə kodlaşdırılmışdır. Stereo formatında olan fayl
30 saniyə davam etmişdir. Audio faylın həcmini tapın. Aha. Baxın müəllimlər. Belə bir sualımız var. 16 bit tərtibli audio fayl 128 kHz tezliklə kodlaşdırılmışdır. Stereo formatında olan fayl 30 saniyə davam etmişdir. Audio faylın həcmini tapın. Müəllimlər, əgər sizə stereo desə, bax buradakı kanal 2 olacaq. Əgər mono olsa, mono, bu bir kanallı olacaq. Stereo deyəndə burada kanalın yerinə 2 qoyursunuz, mono deyəndə 1 qoyursunuz. Yəni bunun həlli necə olacaq? Yazıram həlli. 16 bit tərtibli nə idi? Tərtib, yəni 16 vur. Tezlik. Kilohertz olarsa 1000-ə vurur. Neçə tezlik? 128 kilohertz. 128 vur 1000. Kilo var deyə 1000-ə vuruq. Mega olsa 10 üstü 6-ya milyona vuracaqdıq. Vur saniyə. Neçə saniyə gedib? 30 saniyə. Dəqiqə desə saniyəyə çevirirsiniz. Vur. Hansı formatdadır? Stereo. Neçə kanallıdır? 2 kanallı. Kanalın yerinə 2 qoyuram. Vur 2. Su. Bərabərdir. 16 vur 128 vur 1000 vur 30 vur 2. Bu elədir bizim ümumi bitimiz. Bunu görək kilobayta çevirə bilirik. 8192-yə bölsəm eləyər 15000 kilobayt. Burada bitinəndir. 15000 kilobayt. Всё. Aydındır. Kimin nə sual varsa versin. Düstur buradadır. Hamıya aydındır. Sual olan versin sualını. Sualınız varsa verin. Müəllimlər, hər kəsə aiddir. Utanmayın, çəkinməyin. Dərsdən sonra biraz mənə yazırsınız bəziləriniz. Görürəm ki, dərsdə sualları mənə vermirsiniz. Dərsdən sonra verirsiniz. Çəkinməyin. Sualınız oldu, əl qaldırın, rəy bölməsində yazın. Turanə müəllimə deyə mənə biraz çətin gəlir. Turanə müəllimə, açın görün mikrofonu. Məhv eləyəyin o çətinliyi. Açın mikrofonu. Salam, müəllim, axşamınız xeyir. Necəsiz? Biraz düsturlar yeni görmüş diye olabilirsin. Güncel inşallah verirsen biraz. Olar. Sadəcə ancaq düstur əzbərləməlisiniz. Bir də başa düşməlisiniz. Yəni bir audio faylın, bir mahnının əmələ gəlməsi üçün tərtib lazımdır. Mahnının tezliyi lazımdır. Hansı tezliklədir? Bir də mahnı nə olur? Saniyəsi olur. Kanal. Baxın müəllimlər, bu kanalı əslində siz indi bilmirəm. Çox güman ki, mikrofonu neçə vaxt işləməmisiz. Məsəl üçün biz kursda videolar çəkirik. İndi bu gün mən təzə bir video paylaşacağam inşallah Instagramda. Atacağam qrupa baxarsınız. Bizim 2 dənə mikrofonumuz var. Gələnlər gətirib göstərərəm. 2 dənə yaxa mikrofonumuz var. O mikrofonda biz adətən 2 dənə nə zaman taxırıq? Veriliş çəkəndə. Deyək ki, 2 nəfər oturub qarşılıqlı söhbət edir. O zaman biz mikrofonun içindən gedib onu stereoya qoyuruq. Stereo 2 kanallıdır deyə kameraya səs hər mikrofonu ayrı-ayrı götürəcək. Yəni mənlə mənim qarşımdakı insan danışanda bizim səslərimiz toxunmayacaq bir-birinə. Üst-üstə düşüb bir-birimizin səsini batırmayacaq. Aydınmı? Ona görə biz nə qoyuruq? 2 kanallı qoyuruq. Yəni bir onun kanalı var, bir mənim kanalımız var. Elə ki, hərəmizə ayrı-ayrı bir dənə tunel açılır. O gedir kameraya elə daxil olur səs. Amma götürüb mono qoysaq, onda bizim səslərimiz üst-üstə düşür. Yəni düzdür, o kamerada çox hiss olunmur, amma səs şeylə başı çıxan adam bilir ki, bu artıq mono ilə yazılır. Və mono artıq biraz keyfiyyəti daha aşağı olur. Yəni mononu adətən biz nə zaman istifadə edirik? Bir mikrofondan istifadə edəcəyik və bir nəfərli video çəkəcəyik. Yox, əgər 2 nəfər oturub ayrı-ayrı insanlar ayrı-ayrı insanlar qarşılıqlı danışacaqsa stereo qoyuruq. Çünki 2 dənə. Və telefonda mahnıya qulaq asanda mahnılarımız stereo olur. İndi iPhone falan işlədənləriniz vardı. iPhone-da məsəl üçün bir altda kolonka var, bir də yuxarıda. Əgər bir səs stereo yazılırsa,
Mahnının yarısını aşağıda eşidirsiniz, yarısını yuxarıda. Məsəl üçün bəzi musiqi alətlərinin səsi aşağıda gəlir. iPhone işlədənlər hətta şeylərdə, digər telefonlar, Samsungda falanda da var o. Fikir versəniz, səs bir aşağıdan gələcək, bir yuxarıdan gələcək, yuxarıdakı kolonkadan. Amma mono olanda hər iki kolonkadan eyni səs gəlir. Bax, sizin üçün biraz daha açıram. Düzdür, bunlar biraz daha dərinlikdir, amma başa düşəsiniz. Ən yaxşı şey deyim sizə, bu stereo başa düşməyiniz üçün. Girin YouTube-da belə bir şey yazın. Yazın ki, 8D Music. Tam anlayacaqsınız nə deməkdir. 8D Music. Bax, bunu belə eləyəsiniz. Bax, burada 8D musiqilər var. Açın birini, gözünüzü yumun, mahnıya qulaq asın. Bilirsiniz nə olacaq? Elə biləsiniz ki, Allah haqqı, mahnı başınızın içindən keçir. Elə hiss eləyəsiniz ki, telefonla yox, adətən qulaqçıqla. Qulaqçığı taxın və bu 8D musiqiyə qulaq asın. Mənim YouTube, Instagram səhifəmdə buna aid geniş bir videom var. Qulaqçığı taxırsınız, gözünüzü yumursunuz, elə bilirsiniz ki, mahnı beyninizin içində hərəkət edir. Çünki stereo formatını yazır və 8D musiqidir. Bütün beyninizin içində mahnı gəzəcək. Həm sağdan gələcək səs, həm soldan gələcək. Onda anlayacaqsınız, iki kanallı nə deməkdir. Yəni, iki dənə ayrı kanaldan yazılıb səs. Belə, aydındır Turanə müəllimə? Çox sağ olun. Xoşdur, buyurun. Başqa kimə aydın deyilsə, mikrofonunu açın, oturaq söhbət eləyək. Dərs rekord olunur Günlar müəllimə, bəli. Düsturu bəli, Aysel müəllim. Hazır yerine qoyub yazırsınız, qeyri-adi bir şey yox. Bir də müəllimlər, indi mən burada fikir versəz, bir yazdım. 16 bit tərtibli, falan tezlikli. Bir də var, belə düşür qəbula. Aşağı keyfiyyətli, yuxarı belə yazır. Yazır ki, 30 saniyəlik audio fayl aşağı keyfiyyətlidir. Yaddaşda tutduğu yer tap. Və ya 50 saniyəlik yüksək keyfiyyətli fayl yaddaşda tutduğu yer tap. Birbaşa tapacaq. Niyə? Çünki zaten bunları burada verib. Bax, 64 saniyəlik, bax, misal burada var. 64 saniyəlik aşağı keyfiyyətli musiqi faylının yaddaşını hesablayın. Aşağı keyfiyyət deyirsə, aşağı keyfiyyətdə nə demişdi Orxan müəllim? 8 bit 5,5 kHz olur. Düzdürmü? Neçə saniyədə 64? Vur 8 bit, yəni tərtibi 8 bit verib. Tezlik nə qədərdir? 5,5 kHz. Və 5,5-i nəyə vuracaq? 1000-ə. 64 vur 8 vur 5,5 vur 1000. Bu deyilir 343,75 kilobayt. Və ya desə yüksək keyfiyyətli, o zaman 64 vur 16 vur 44 vur kilo dediyinə görə vur 1000. Söh, gedib həcmini tapacaqsınız. Aydındır? Başa düşürəm. Çox düstur dedim sizə, amma bu dərsimizdir. Yəni 3 dənə mövzunu eyni anda keçirik sanki. Qrafik faylların kodlaşması, video faylların kodlaşması, audio faylların kodlaşması. İndi gəlin yavaş-yavaş sizinlə qrafik faylların kodlaşmasına aid bəzi testlər işləyək, sonra video faylları keçək. 55 yazın görək müəllimlər. 55. Hamı 55 yazsın.
Deməli 8 bit yazsınız C variantı. Gəlin baxaq. 1024-ü 1024-ə 2 üstü 10 vur 2 üstü 10. Nöqtə rəngli təsvir yaddaşda 1 MB yer tutur. Bir rəngi kodlaşdırmaq üçün neçə bitdən istifadə olunur? Vur n yazacağıq. Yəni şaqili vur, üfüqi vur n. Çünki bizdən kodlaşmaq üçün bir rəngin bitini soruşur. Yəni bir piksel neçə bitdir? Yəni biz n-i tapacağıq. Rəngin sayını soruşmur. Bərabərdir. Bax fikir verirsiniz, burada nöqtələri verib, həcmi verib, nəyi soruşur? Rəng çalarındakı n-i soruşur. Həcm nə qədərdir? 1 MB. 1. N-in ölçü vaydı nə idi? Biz dedik, n-in ölçü vaydı. Baxın, burada bayaqki düsturda yazmışam. N-in ölçü vaydı nədir? Bit. N rəng tərtibi, rəng dərinliyi idi, bitdir. Deməli, megabaytı bitə çevirməliyik. 1 megabaytda 223 bitdir. Elə birbaşa 223 yaza bilərəm. N bərabərdir. 223 böl 220. Bu deyir 2 üstü 3, yəni 8C variantı. Düz deyirsiniz. 57-ni yazın görək. 57. Hamı 512 kilobayt tapıb. Gəlin baxaq. Əgər display ekran ölçüləri 1024-ü 512 nöqtəli, yenə də 2 üstü 10 vur 2 üstü 9 vur. 256 rəng çalar deyirsə, deməli 2 üstü 8-dir. 1 piksel 8 bitdir. Vur 2 üstü 3, yəni 8. Yaddaşını istəyir 2 üstü 19, 2 üstü 22 bit. İndi bizə nə istəyir? Kilobaytla. Kilobaytı keçəndə 2 üstü 13-ə bölürəm. Bu deyir 2 üstü 9, yəni 512. Daş kəsən D variantı. Altmış doqquz eləyin. 69-cu sual.
Aha, gör necə yazdınız. 96, hamı top, bir nəfər 32 yazıb. Birbaşa yazıram. 2 üstü 8 vur 2 üstü 7. Bunu bildik. RGB deyirsə vur 3 byte. İndi bizə nə istəyir? Baxıram megabayt var, kilobayt var. Gəlin kilobaytla tapaq. 2 üstü 15 vur 3 byte. Kilobaytı keçirəndə 2 üstü 10'a böləcəm. Buna bu gedər, qalar 2 üstü 5, yəni 32. 32 ilə 3'ə vuranda eləyir 96. Cavab olur A variantı. Düz yazmışsınız. Əhsən. 96 yazanlar düz yazıb. Gəlin indi video təsvirə aid baxaq. 88 yazım görək. 88. Görək nə yazdınız? 32, 64, 64. Gəlin baxaq. Həcmi 12 MB olan video informasiyanın ekranının 512-256 rejimində 8 kadr saniyə sürətinə malik olduğunu bilərək 16 saniyəlik bu video faylı neçə rəng çalarından ibarət olduğunu tapın. Deməli, Şaquli üfüqi, yəni 2 üstü 9, 512 vur 256, 2 üstü 8 vur. Məndən rəng çalarını soruşur. Yəni eyni tapmalıyam birinci. Vur. Nə demişdik? 8, yəni kadr sayı vur zaman. 8 vur. 8 elə 2 üstü 3'dür. 16 saniyə 2 üstü 4. Bizə həcmi də verib. 12 MB. Amma demişdik N'in ölçü vahidi nədir? N'in ölçü vahidi bitdir. Bit. Megabaytı bitə çevirəm. Vururam 2 üstü 23'ə. Qutardı getdi. N bərabərdir. 12 vur 2 üstü 23. 9, 8 eləyir 17, 3 burada 20, 4 da burada 24, 2 üstü 24. 24 ilə 2 üstü 23 gedir, aşağıda qalır 2 üstü 1, yəni 2. 2 ilə də 12 gedir, qalır 6. Biz hələ N'i tapdıq. Əgər bizdən rəng tərtibi, rəng dərinliyi istəsə 6 götürəcəyik cavabı. Amma bizdən rəng çaları deyir deyə, olacaq 2 üstü 6, yəni 64. Cavab olur 64. 64 yazanlara əhsən. Yaxşı, gəlin 89 da yazın. Əl çəkim sizdən. 89.
Aha, yazıb ekrana 1024-256 rejimlə 32 saniyəlik, 32 rəng çalarlı, 60 MB həcmə malik olan video faylın 1 saniyə ərzində dəyişən kadr sayını hesablayın. Vüsalə müəllimə yazıb ki, mən həll edə bilmirəm, çox təəssüf bunları. Bəs bayaqdan biz işləyirik axı Vüsalə müəllimə. Mən bayaqdan bütün hamısının düsturunu dedim sizə, neçənci test artıq edirik. Yəni heç birini də edə bilmədiniz bu qədər izahdan sonra. Baxın, 1024-ün 256-ya 2 üstü 10, vur 2 üstü 8. 32 saniyə deyir, vur 2 üstü 5. 32 rəng çalar deyirsə, buradan eni tapmalıyam. 32 2 üstü neçədir? 2 üstü 5. Deməli, bizdə neçə bit olacaq rəng çalar? 5 bit. Vur 5. İndi bizə deyir ki, 60 MB həcmə malik olan video faylın 1 saniyə ərzində dəyişən kadr sayını tap. Yəni vur x. Bayaq dedik axı, zaman vur kadr sayı. Kadr sayını x yazıram. Bərabər. Həcm nə verib? 60 MB. 60 vur 2 üstü 23. Çünki burada 5 bitləndi. Şu x bərabərdir. 60 vur 2 üstü 23. 2 üstü 10, 2 üstü 8 edir 2 üstü 18. 5 də burada edir 2 üstü 23. 2 üstü 23 vur 5. 2 üstü 23'lər gedir. 60'ı da 5'ə böləndə elir 12. Deməli 1 saniyədə dəyişən kadr sayı 12-dir. 12 də yazmışsınız. Aydın da müəllimlər. Belə. Müəllimlər evə götürürsüz nəyi? Evə götürürsüz Koderadan. Gözlüyüm bizə dəqiqə sizə deyirəm. Bir dənə açım Koderanı. Koderadan sizə verəcəm. Bir dəqiqə. Kompüter qrafikası və tətbiq sahələri növləri 3.4, 3.5. 2 dənə mövzudur. Birində cəmi 24 dənə testi, birində cəmi 33 dənə test. Gələn dərsə 3-cü günə qədər bu ikisini həll edirsiniz. Sizə nəzəriyyəni də göndərəcəm. Nəzəriyyəni də qrup linində atacağım, oxuyacaqsınız. Testdən də yenə deyirəm. Kodera 3.4, 3.5. Evdə eləməlisiniz. Aydındır? Cəmi 2 dənə test. Belə müəllimlər, sualınız varsa buyurun, yoxdursa yekunlaşdıraq. Xoşdur müəllimlər, buyurun. Xeyirli olsun hər birinizə bunu öyrəndiyiniz mövzular. İnşallah 3-cü gün görüşərik. Hələlik.